Dünya bazarında Azeri-Light markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,43 Amerika Birləşmiş Ştatları dolları və ya 0,65% artaraq 66,14 Amerika Birləşmiş Ştatları dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracıların nəticələrinə görə Brent markalı neftin fevral futureslərinin qiyməti 63,7 Amerika Birləşmiş Ştatları dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında Azeri-Light markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,43 Amerika Birləşmiş Ştatları dolları və ya 0,67% artaraq 64,7 Amerika Birləşmiş Ştatları dolları təşkil edib. Azərbaycanın bu ilki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 Amerika Birləşmiş Ştatları dollarından hesablanıb. Xatırladaq ki, Azeri-Light neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 Amerika Birləşmiş Ştatları dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 Amerika Birləşmiş Ştatları dolları qeydə alınıb. Azərbaycanda bu markadan olan neft Azeri Çıraq Günəşli Yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin SOCAR-ın payı 31,65%-dir.